Herkese salam. Kiçik bir yaz alışverişimi sizinle bölüşmək istəyirəm. Al-əlvan, güllü, çiçəkli bir alışverişdə ürəyiniz, gönlünüz açılacaq. Bu sonuncu çərşənbədə süfrəmi istəyirəm ki, çiçəkli, çəhrayı tonlarda belə bir masa açım. Mamam da sağ olsun, mənim bu fikrimin arxasından gedərək bunları alıb, güllü, çiçəkli. Neyi hardan aldığımızı dəqiq bilmək istəsəz, mənə yazarsınız, yorumlarda da yazsa cavablayacağam. Bəziləri Temudandır, bəziləri Bakıdakı mağazalardandır. Sadəcə bu 6 ədədli turbuçka 1 manat idi. Şamlar da 1 manat 50 qəpik, 2 manat. Çox uyğun qiymətə idi. Quşlu çərəzliklərin yaşıl və ağ rəngi məndə var idi, bu rəng yox idi. Ən gözəli isə bunlardır. Bunlar Emsandan alıb mamam. Yumurta formasında boş qablardır və yumurta formasında konfet qablarıdır. Bayaq göstərdiklərim balacaydı, bunlar isə böyükdür. Bunları paxlava, şəkərbura, badambura yığmaq olar. Bunu keçən videoda göstərmişdim. Sadəcə bu videoda yenidən göstərmək istədim. O Temudandır. Bu yumurtalar Emsan mağazasındandır. Kim almaq istəyirsə, hal-hazırda stokda var. Gedib ala bilərlər. Səhv etmirəmsə qiyməti 14-15 manat idi. Səhv etmirəmsə. Bu isə Karacanın Gardenia kolleksiyasından olan güllü çiçəkli bir servizidir. Yəni bu servizin qiyməti səhv etmirəmsə 1400 neçəsə manat idi. Mən bunun çiçəklərini çox bəyəndim. Materialı farfırdır. Gardenia kolleksiyasındandır. Mənim evdə bir servizim var idi. Bu ondan da nazikdir, daha zərifdir. Çiçəkləri də elə bir çiçəkdir ki, heç bir zaman dəbdən düşməyəcək çiçəklərdir. Bu çərşənbə masamı bu qablarla bəzəyəcəm. Bunları da sizə göstərim. Homedan alınıb. Çox zərif, incə parçalar var burada. Bu salfet qabları yeni il ərəfəsində də çox məşhur idi. İndi mən qablarıma uyğunlaşdırmaq üçün bunu seçmişəm. Çox zərifdir, çox gözəldir. Bu şamlarda həmçinin. Bu da çox balaca bir güldandır. Salfet qabından 2 ədəddir. Bunlar isə şamdanlardır. Mətbəxim üçün də belə bir süni bitki. Keçən çərşənbədə hazırladığım süfrəmi yığışdırıram. Keçən çərşənbə qızılı tonlarda etmişdim süfrəmi. İndi isə tamamilə çəhrayı tonlara üstünlük verəcəm. Estetik bir çay süfrəsi istəyirəm ki, alınsın. Bu dəfəki süfrəm hamısından ən çox ürəyimə yatan oldu. Süfrəm də batmışdı, onu da qaldırıram, təmizləyirəm, yuyuram. İlk dəfə bu boyalarla yumurtalarımı boyayacağım. Məndə çox da uğurlu nəticə olmadı, çünki mən yumurtaları tam soyuyandan sonra boyamağa başladım. Əslində elə olmalı deyil. Boyaları isti suda 2-3 dəqiqə saxladıqdan sonra biraz isti fason yumurtaya tətbiq etmək lazımdır. Süfrəmi necə hazırlayıram? Gəlin birlikdə baxaq. Bu Runner'da Homemade mağazasındandır. Şirniyyatlarım və tortumu Alba Keksdən sifariş etmişəm. Mini ölçüdədir. Şəkərbura, badambura, paxlava və bu tadalitka və ballı tortun dilimləri. Həmçinin bu qoğallardır. Bu torta bayıldım. Üzərində şəkərbura, paxlava, badambura, əsl şəkərburalardır. Bu çaynikə də məndən çox soruşur xanımlar. Temudan alınıb qızlar. Çox zərifdir, çox gözəldir. Bu dəfə yalnız çay süfrəsi açdım. Həm mamamgil, həm qaynanamgil gələcək. Bu dəfə istədim ki, yemək solu kimi yox, yalnız çaya yığışaq, deyək, gülək, söhbət edək. Qoy bu Novruz hər birimizin
bu videonu izleyen hər kəsin evində xoşbəxtlik, bol ruzi bərəkət gətirsin. Hər birimizin evinin işığı hər zaman yanlı olsun. Hər birimizin, ailə üzvlərimizin canı sağlam, masamızın ətrafında olsun. İşləriniz daima axar su kimi irəliləsin. Ürəyimizdəki bütün arzuları bir-bir reallaşdıraq, arzularımıza çataq. Diləyirəm ki, arzularımız dedikdə ən birinci nə arzulayırsınızsa, ağlınıza nə gəlirsə, qısa bir zaman içində gerçəkləşsin. Siz də mənlə birgə amin deyin. Videomu bəyəndinizsə like etməyi, şərh yazmağı və kanalıma əgər abunə deyilsinizsə, abunə olmağınızı çox istəyərəm. Əsas nə yediyimiz deyil, kimlərlə yediyimizdir. Odur ki, hər birimizin bayramı mübarək olsun.